Bismillahirrahmanirrahim. Bəqərə surəsi 1-2 ayələr. Rəhman və Rəhim Allahın adıyla. Əlif, Lam, Mim. Bu, heç bir şək şübhə olmayan, təqvalılara doğru yol göstərən əzəmətli bir kitabdır. Ayələrin təfsiri. Qurandakı müqəttə hərfləri haqqında açıqlama. Quranda müqəttə hərflərindən ilk dəfə məhz bu surədə istifadə edilmişdi. Məlum olduğu kimi, Quranın 29 surəsi müqəttə hərfləri ilə başlayır. Adından da göründüyü kimi, bu hərflər bir-birindən tam ayrı, bir-birinə heç bir bağlılığı olmayan hərflərdir və ilk baxışda heç bir müstəqil məna ifadə etmir. Ümumiyyətlə, bu hərflər Quranın sirli sözlərindən hesab edilir. Təfsirçilər onların barəsində müxtəlif mülahizələr yürütmüşlər. Zaman keçdikcə, elmi nailiyyətlər artdıqca, bu hərflər barəsində daha yeni açıqlamalar da verilmişdi. Çox maraqlıdır ki, cahiliyyət dövrünün ərəbləri Quranın bəzi surələrinin müqəttə hərfləri ilə başladığını Peyğəmbər sallavatullaha irad tutmamışlar. Heç bir tarixi mənbədə belə bir məlumat verilməmişdi. Bu da onu göstərir ki, çox güman onların özləri də bu hərflərin sirlərindən qismən də olsa xəbərdar olmuşlar. Müqəttə hərflərin açıqlaması haqqında olan təfsirlərin arasından bir neçəsi daha mötəbər və əhəmiyyətli hesab edilir və bu sahədəki son araşdırmalarla da uyğun gəlir. İnşallah biz onlardan bir neçəsini bu surənin, eləcə də Ali İmran və Əraf surəsinin əvvəlində diqqətinizə çatdıracaq. İndi isə onlardan ən önəmlilərinə nəzər salaq. Birinci təfsir ondan ibarətdir ki, bu səmavi kitab bütün ərəb və qeyri-ərəb söz ustadlarını heyran qoymasına, onların Quranın ecazkarlığının qarşısında susmasına rəğmən bütün ərəblərin istifadə etdiyi adi hərflərdən təşkil olunmuşdu. Quranın əlifba hərflərindən və adi sözlərdən təşkil olunmasına baxmayaraq, onun hər bir kəlməsi insanın qəlbinə nüfuz edir, insanın ruhunu oxşayır, ağıl və düşüncələri özünə valih edir. Cümlələr arasındakı tərtib, söz sırası, dilçilik baxımından ən yüksək səviyyədədir. Quran-ı-Kərim ən dolğun mənanı ən gözəl sözlərlə ifadə etmişdi. Quranın fəsahət və bəlağəti heç kimdə şübhə doğurmur. Bu sadəcə bir iddia deyil. Çünki bu kitabı nazil edən varlıq elə dünyanı yaradandır. Bütün insanları ona nazil etdiyi kitaba qarşı mübarizəyə səsləyərək bildirmişdir ki, əgər bacarırlarsa onun kimisini və ya heç olmasa onun surələrinə bənzər bircə surə ortaya çıxarsınlar. Lakin bütün insanlar və cinlər bu işdə aciz qalmışlar. Bu isə ondan xəbər verir ki, Quran ayələri insan fikrinin məhsulu deyil. Allah Teala torpaqdan insan, cürbəcür gözəl quşlar, müxtəlif canlılar, rəngbərəng bitkilər yaratdığı halda biz insanlar torpaqdan yalnız kasa və küzə düzəldə bilirik. Quran da eyni ilə bu cürdür. Belə ki, Allah adi əlifba hərflərindən və sözlərdən istifadə edərək onları gözəl sözlər qəlbinə salmaqla belə yüksək mənalara çatdırmış, Quranın üslubu hamını heyran qoymuşdu. Lakin həmin hərflər bizim ixtiyarımızda olsa da, biz Quranın cümlələri kimi cümlələr qurmaqda acizik. Ərəb ədəbiyyatının qızıl dövrü. Quranın nazil olduğu cahiliyyət dövrü ərəb ədəbiyyatının qızıl dövrü hesab edilir. O dövr ərəbləri bədəvi, ayaqyalın, vəhşiyə meyilli, iqtisadi və ictimai baxımından geridə qalmış olmalarına baxmayaraq, ədəbi zövqə, poeziya ruhuna malik olan insanlar olmuşlar. O vaxt yazılmış şeirlər indi də ərəb ədəbiyyatının qiymətli inciləri sayılır. Bu da bir daha onu göstərir ki, o dövrün ərəbləri incə ədəbi zövqə malik olmuşlar. Orta əsr ərəblərinin Ukaz adlı bir bazarı olmuşdu. Bu bazar eyni zamanda ədəbi toplantılar, habelə siyasi və məhkəmə yığıncaqlarının mərkəzi sayılırdı. Şairlər öz şeirlərini hər il təşkil olunan ədəbi məclisdə təqdim edir və en yüksək nəticəyə layiq görülmüş şeir, ilin şeiri seçilirdi. O dövrdə 7 müəlləqə və yaxud 10 müəlləqə kimi ad çıxarmış şeir topluları həmin ədəbi məclislərin qalibi olmuşdu. Bu şeir yarışmasında qalib gəlmək həm şairin özü, həm də qəbiləsi üçün böyük şərəf sayılırdı. Quran məhz belə bir ədəbi mühitdə nazil olaraq söz ustadlarını açıq mübarizəyə dəvət etmiş, lakin hamı Quran ayələrinə bənzər ayələr gətirməkdə aciz qalmışdı. Bu barədə elə bu surənin 23-cü ayəsinin təfsirində daha ətraflı məlumat verəcəyik. Əgər sən də Quranı dərk edərək oxumaq istəyirsənsə, abunə ol və birlikdə öyrənək.